Salam, hər vaxtınız xeyir. Keçən dəfə əhdimi yerinə çatdım və bu sözümü dediyim özümə çatandan sonra Azərbaycan torpaqlarının hər bir qarşı müqəddəsdir. İnşallah Azərbaycan turuna çıxıram Allahın köməkliyi ilə. Öz elimdən, ovamdan, Xocalıdan, Badara kəndindən çıxıram. Özüm əslən Xocalının Meşəli kəndindənəm, əsl Nasım Fərraş kəndindəndir. Bu layihəm haqqında məlumat da verim. Layihəmin adı Qarış-Qarış vətəndir. Azərbaycan torpaqlarının hər bir qarşı müqəddəsdir. Azərbaycan igid və qəhrəman oğullarına həsr edirəm bunu, bu layihəmi. Hər addımın bir şəhid üçün, hər addımın yarımçıq qalan bir ömürdür. Və bu layihəmə dəstək olan baş sponsor Doktor Arzu xanıma təşəkkür edirəm. Dəstək duran bir bəy var idi, sağ olsun, şirkətin adını çəkilməyini demədi. Çox sağ olsun, o da Qubadlıdandır, onlara da çox sağ ol deyirəm. Bu videonun sonunda Doktor Arzu xanımın görüşümüz var idi, o videonu da paylaşacağım. Hamıya təşəkkür edirəm. İnşallah sağ-salamat turu yol verəcəm Allahın köməkliyi ilə. Təşəkkür edirəm, minnətdaram. Hamıya uğur arzu edirəm həyatında. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Allah qazizlərimizə şəfa versin. Allah ordumuzu qorusun. Veteranlarımıza can sağlığı versin. Vətən sağ olsun. Biz həmişə bir yumruq. Azərbaycan torpaqlarının hər bir qarşı müqəddəsdir. Bu yürüyüşümü Azərbaycanın igid və qəhrəman oğullarına həsr edirəm. Hər addımım bir şəhid üçün, hər addımım yarımçıq qalan bir ömürdür. Baş sponsor olan Doktor Arzu xanıma çox təşəkkür edirəm. Var olsun, minnətdaram. Çox sağ olsun ki, elə bir momentdə zəng elədi ki, və bunu demək istəyirəm. Zəng elədi, maraqlanırdı. Mən qayıt dedim, neyirsən, necəsən? Dedim, sponsor axtarıram layihəmə görə. Dedim, mən ölmüşəm ki, sponsor olam. Ondan sonra elə görüşdük, danışdıq, çox sağ olsun. Minnətdaram, təşəkkür edirəm Arzu xanım. Var olun. Allah yolu açıq eləsin hər zaman. Çox sağ ol, var olun, minnətdaram, Allah razı olsun. İnşallah yolumuza davam edəcəyik. Layihə möhtəşəmdir.